gezdim, neçə zəfər gördüm. Senden uzakta şirin olmadı. Zaman senin deyip ümit verdiler. Senden özgesi kanat vermedi. İndi bütün dünyaya isterim bəhs edem. Ben indi bütün dünyaya isterim bəhs edem. Sadıklığımdan yana severim seni yadam. Çünkü yoğurdun beni sevgide canım ve ulu beden. Severim seni adam çünkü yoğurdun beni sevgide canım ve ulu beden. İndi bütün dünyaya isterim bəhs edem. Ben indi bütün dünyaya isterim bəhs edem. Sadıklığımdan severim seni adam çünkü yoğurdun beni sevgide canım ve ulu beden. Yana severim seni adam çünkü yoğurdun beni sevgide canım ve ulu beden. Yana severim seni adam. Severim seni adam çünkü yoğurdun beni sevgide canım ey ulu beden. Sanata Suat. Sənət deyək biz ona. Ve Azər. yine de Cavit. Birincisi ondan başlayayım. Sənət Azərbaycan dilində bilirdi bundan önce? Yox. Yox, bilmirdi. O kadar temiz okudun. Bir Azerbaycanlı kimi okudun. Seni çok tebrik eləyirəm. Apardın bizi. Bize Azerbaycanlı olmağımızla gurur duydurdun. Buna göre teşekkür eləyirəm. Başka bir söz diyebilmərəm mən. Çünkü bütün bizim ne bileyim gezirdik burada haralara, bizi kaldırdı, yukarılara indirdi, her tarafı gezdirdi. Benim yurdumu, obamı, elimi. Teşekkür eləyirəm. Zülfiye Xan Babayeva. He Murat. Buyurun. Bəstəkarın da deyim Zaur Abdullayev. Onun Ay nəğməsidir. benim uğurlarım. Bəli. Benim Zaur Abdullayev'la çok uğurum var. Ay Sənət, o qədər rəmzləri səhnədə özünüzdə birləşdirdiniz ki, birinci sizin donunuzun rəngi, onun üzərində Türk dünyasının elementləri, naxışları, ulu vətən ifadəsi, ulu Türk diyarını bizə bir daha gəzdirdiniz. Zülfiyə xanım söylədiyi kimi o çayları, dağları, dərələri, biz o hissiyatı, o ululuğu hiss etdik. Çattırdı bize, hiss elətdirdi. Məhz sizin üçün Eldar tərəfindən Ulu Vətən nəğməsinin seçilməsi, məhz bu nəğmənin siz tərəfindən oxunması o qədər rəmzidir. Biri var 4 dənə ustadı döndərəsən, bir də var bütün zalı ayağa qaldırasan. Bravo Eldar, bravo Sənət. Eldar! Bəli. Eldar! Çox sağ olun. Özdə Bəli, bugün onun nəticəsidir Eldar. Röya Hanım buyurun. əvvəla onu birinci deyim ki, Sənət birinci çıxanda səhnəyə mən onun geyimindən artıq başa düşdüm ki, nəsə belə milli bir şey oxuyacaq, amma Azərbaycan mahnısı heç ağlıma gəlməzdi. Bəlkə də bu verilişi izləyəcək əlbəttə ki, əminəm, ya da göstərəcəklər Sevdə xanıma. Özü də təsdiq edəcək ki,
Sənət doğrudan da sanat, doğrudan da gözəl oxudu. Bizə necə yaşamışdıq bu mahnını, amma sanatın həyəcanı ilə bir təzə bir səsi idi. Təzə bir obrazı idi. Halal olsun sana. Halal olsun Süleyman. Dararay ray 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 ray. Sen de kelek bassan şeytan. Çox sağ olun əziz ustadlar, sanat. Hər üç ustaddan əla rəylər aldınız, amma öz ustadınızın rəyini ona söz verəndə eşidəcəksiniz hələ ki kulisə.